Efiopiyada asan xidmət modeli əsasında yaradılan MESOB Dövlət Xidməti Mərkəzinin rəsmi təqdimatı baş tutub. Əddis Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan MESOB mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, özünə xidmət nöqtələri, çağrı mərkəzi və uşaq güşəsi daxildir. Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. İl sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib. Xatırladaq ki, asan xidmət təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib. Asan xidmət təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədlər hazırlanıb. Xidmətlərin vahid standartı müəyyən edilib. Asan xidmət mərkəzində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb. Əddis Əbəbə şəhərində fəaliyyət göstərəcək xidmət mərkəzinin binası seçilib və asan xidmət mərkəzinin konsepsiyası əsasında yenidən dizayn edilib. Bugün Azərbaycanın asan brendi 30 ölkə tərəfindən tədqiq edilir, öyrənilir. Efiopiya isə 5-ci ölkədir ki, artıq tamamilə asan xidmət mərkəzini öz ölkəsində tətbiq etməyə başladı. Bu Efiopiyada ilk mərkəzdir, lakin Efiopiyanın 130 milyona yaxın əhalisi var və Efiopiya hökumətinin qərarına əsasən gələcək illərdə 100-ə yaxın asan modeli əsasında mərkəzlər qurulacaqdır. Qeyd etmək istərdim ki, COP29 çərçivəsində Efiopiya prezidenti Azərbaycanda səfərdə olarkən həm asan xidməti ziyarət etdi, həm cənab prezidentlə görüşündə Azərbaycanın asan modelinin Efiopiyada tətbiqi ilə bağlı dəstək xahiş etmişdir və cənab prezidentin tapşırığına əsasən asan xidmət qısa müddətdə öz təcrübəsini paylaşdı Efiopiya tərəfi ilə və artıq ilk mərkəz fəaliyyətə başladı. Bu, vətəndaşı önümlü bir layihədir. MESOB bütün xidmətləri vahid məkanda birləşdirir ki, bu da narahatlıqları, vaxt itkisini, eləcə də xərcləri azaldacaq, səmərəliliyi isə artıracaq. Asan xidmətdən gözləntimiz də məhz bu idi. Sizin təcrübənizi öz ölkəmizdə tətbiq etdik. Sizin platformanız, proqram təminatınız və asan ekspertlərinin təcrübəsini təlimlər zamanı istifadə etdik. Bir sözlə, asandan öyrəndiyimiz modeli MESOB-da da istifadə etdik. Bu, unikal bir layihədir. Bundan sonra layihəni regionlarda da genişləndirməyi planlaşdırırıq. Dekabr ayına qədər 14 MESOB mərkəzini açmağı düşünürük. Qeyd edək ki, xidmətin optimallaşdırılması və biznes proseslərinin sadələşdirilməsi istiqamətində Efiopiyanın MESOB Dövlət Xidməti Mərkəzində təmsil olunan aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilib.